Həzrəti Peyğəmbər əleyhissalam buyurur ki, insanı yaxşılıq xilas edəcək, dünyanı yaxşılıq xilas edəcək. Yaxşılıq et ki, bağışlanmışlardan olasan. Bir günlərim Həzrəti əleyhissalamdan soruşurlar ki, başının tükün sayı neçədir? Saya bilərsən, deyə bilərsən. Deyir, mən deyə bilərəm, amma sən onu sayıb qutara bilməzsən. Bəzi insanlar o yaxşılıqdan o tük qədər istifadə. Bəli, qardaş gözəl buyurdu. Bəli, Həzrəti əleyhissalamdan hədis var ki, cavab deyirlər ki, səni daha uzun danışırlar. Həzrəti əleyhissalam buyurur ki, axı mən ona yaxşılıq eləməmişəm. Yaxşılıq eləmişəmsə, deməli insan unutqandır. Qaldı ki, indi şikayətçilərdə bəli, bəzi insanlar var ki, ona nə qədər yaxşılıq eləsən də, onu görməzdən gəlir. Niyə? Onun niyyəti xalis deyil. Niyyəti paş. O peşəkar şikayətçidir də. Onun niyyətinin arxasında bir başqa məqsəd dayanır. Nə qədər o ta ki öz niyyətinə çatmayana qədər o gəlir dəyər qayda. Dəyər qayda onu yaxşılıq hiss eləməz. İndi görə bugünkü hadisələrimiz nəyə baş verir?